Hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Sizlərə Saray qəsəbəsində əsas prospekt yola bundan yaxın ev yoxdur. Hörmətli izləyicilərimiz, evimizin gördüyünüz kimi belə bir gözəl üz, fasad görsəmir, dəyərli izləyicilərimiz. Evimiz hardasa 2 sot torpaq sahəsində inşa olunub. Uzaqdan idarə olunma, jalis qapı, putla, əl qapısı da addenli. Burada ev sahibi torpaq sahəsi saxlayıb, gül, ağac nə istəsəz əkə bilərsiniz. Kommunalları hamısı qaydasındadır. Su, qaz, işıq, kanalizasiya sistemi, mərkəzi kanalizasiya sistemidir. Evimiz qoşadaşla inşa olunub, fundament, karkas, beton və mərtəbə arası monolit beton tikintinin sonunda kəmər betonuna kimi dağıtılıb. Hörmətli izləyicilərimiz, baxın buradan evimizin yan bölünə və arxa hissəsinə də keçə bilirsiniz. Mərkəzi yolun tam yaxınlığında və keçək evimizin içərisini sizlərə təqdim edeyim. Və evimizə daxil olduqda gördüyünüz kimi belə bir gözəl dəhliz qarşılayır bizi. Dəhliz vasitəsilə otaqlara bölgü var. Döşəmə metal sahəsi istipolla təsis olunub. İstipoldur. Evimizin sağ tərəfində yerləşir qonaq otağı. Baxın, belə bir qonaq otağı. Birinci mərtəbə, hörmətli izləyicilərimiz, istipolla təsis olunub. Birinci mərtəbə istipoldur. Baxın, belə bir evimizin gözəl qonaq otağıdır. Allah Teala evi olmayanlara ev qismət eləsin və keçək buradan evimizin mətbəxtinə. Baxın, belə bir mətbəx hissəsidir. Həqiqətən də əla evdir. Əsas mərkəzi yola tam yaxınlığında 50 metr məsafəsində yerləşir və burada yerləşir evimizin sanitar qoyuşağı. Baxın, belə bir geniş sanitar qoyuşaq və burada istipolun kollektor sistemidir və qalxaq evimizin ikinci mərtəbəsinə. İkinci mərtəbəyə qalxan pilləkən hissəsi gördüyünüz kimi ağ-qara pilləkən yığılıb. İkinci mərtəbənin dəhliz hissəsi. Baxın, belə bir dəhlizi və burada yerləşir sanitar qoşaq. Sənət kupsadır. Həm evin, həm torpağın kupsası var. Və burada yerləşir evimizin yataq otağı. Baxın, belə bir yataq otağı. Buradan da eyvan hissəsinə çıxışdır. Baxın, belə bir eyvan hissəsidir. Saray MTK-ya tam yaxın. Dəyərli izləyicilərimiz, baxın, belə bir eyvan hissəsi və keçək buradan da evimizin növbəti yataq otağını təqdim edim sizlərə. Baxın, belə bir yataq otağı. Görürsünüz, belə bir yataq otağı və burada yerləşir 3-cü köməkli yataq otağı. Evimiz 4 otaqdan ibarətdir. Qiymət 128.000 manatdır. Və dəyərli izləyicilərimiz, evimizin ümumi kvadrat sahəsi 170 kvadratdır. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın ki, belə əqiblərimi sıxılsan izləyə bilərsiniz. Sağ olun, salamat qalın.